köyündeyiz. Bir taziye yerine geldik. Eski Türk gelenliklerinden olan ölen arkasından bir taziye, bir ağıt okunuyor. Taziye yerindeyiz. Eyvah yarani Hüseyin, senden sonra teşrineler Zeynep, çöllerde gezdi ter Zeynep, kan ağladı şam o seher Zeynep, eyvah yaralı, eyvah yaralı. Ela lanetullah alel kavmiz zalimin, amin amin ya Rabbel alemin. Okuyun müzemmatın der hakkında. Merhum Mahmud Kerbelâ'yellâhi musallallahu şanlısın bin nebiyye ve âlihi vel fâtihate ma'as salavat. Genelde taziye yerleri camilerde yapılıyor. Türkiye'deki gibi aşevleri yok. Genelde cami içerisinde. Taziyelerin tamamı camilerde yapılıyor. به مناسبت 40مین روز درگذشته مرحوم مقبول شادروان کربلای الله موسی نژاد، فرزند مرحوم غلام موسی نژاد، داماد مرحوم حاج محمد محرم نژاد، پدر این جانبان مهدی موسی نژاد و عزیز بالادار خواهرزاده این جانب مرحوم علی دهنورد، برادر این جنابان کربلای رضا، مرحوم بهروز، کربلای فیروز، کربلای حبیب و کربلای سپر موسی نژاد، همسر خواهر این جانبان حبیب و مرحوم محمد رضا محرم نژاد، پسرخاله این جانب حاج ولی حبیب بود، پدرزن این جانبان اسجر حاجزاده، علیرضا احمدزاده، ابراهیم عباس نژاد، منصور محمد اقدم و جاوید معصومزاده، عموی این جانبان شهید سعید کربلای محمد، مجید غلام و حمید موسی نژاد، دایه این جانبان آیان مهدی افشین، قاسم سهراب و هومن پیری، باجناق این جانبان مرحوم حاج محمد علی محمدزاده، پرویز حسینزاده، محمد اقدم و محمد عبدالله نژاد و پدر بزرگ این جانبان آرمین حاجزاده، محمد حسین احمدزاده، علی و محمد عباس نژاد، امیر علی محمد اقدم و امام معصومزاده. Meclise genelde ölen kişinin akrabalarını hoca veyahut da buradaki bir görevli tek tek anlatır topluma. İşte falancanın amcasının oğlu, filancanın oğlu, bütün akrabalarını sayar ki bu ölen merhum kimlerle bağı var. Onu taziye yerinde böyle herkese duyurur. Onlar da haklarını helal eder. خانواده معززایه تسلیت arz edirik. Allah merhum məğfur ruhunu şad eləsin. Oxuyun öz əmmatının der haqqında Kərbəlâ-i Musa Nəcadın da ruhu şad olsun və Nəbiyyə və Aleyhə Fatihə mə'as salavat.
بسم الله الرحمن الرحيم والشمس وضحاها